Herkese salam dostlar. Bugün sizə 7 avqust haqqında danışmaq istəyirəm. 7 avqust günü nə günü idi və nələr baş verdi? Bu videoda hər birini görəcəksiniz. 7 avqust günü NFP günü idi və biz bu NFP günündə uşaqlara mən xəritəmi çəkdim və həmin xəritədə nələr baş verə biləcəyini izah elədim və ondan sonra da Forex Factory-yə girib NFP-nin faizlərini izah elədim. Heç bilməyən, heç sıfırdan olan uşaqlar da bu videoya baxanda müəyyən şeylər öyrənə biləcək. Çünki o videoda da heç kəs, yəni tam sıfırdan izah eləmişəm ki, siz nələrə fikir verməlisiniz, nə cür analiz eləməlisiniz. Mən də eyni cür elədim və qrupda da hər kəsə buy siqnal verdim ki, yəni buy eləyə bilərsiniz. Adətən qrupumla xəbər tradinqi eləmirəm. Çünki bəzi uşaqlar yeni olduqlarına görə bilmirlər ki, xəbər vaxtı ticarət eləmək çox risklidir. Ancaq ki, mən həftə içində 1-ci gündən 4-cü günə qədər ancaq profit elətdirdiyim həftələri deyirəm ki, məsələn 1-ci gündən 4-cü günə qədər hər gün qazanc eləmisiniz ki, bu demək olar, yəni ayın 4 həftəsi varsa 4-ündə də demək olar belə olur. Yəni ilk 1-ci gündən 4-cü günə qədər profit elətdirirəm. 5-ci gündə vacib gün xəbər günü olursa, mən həmin günü deyirəm ki, məsələn bu son 4 gündə qazandığınız profitin 10%-ni balansınızda saxlayın və mənim istiqamətimdə qızılı işləyin. Məsələn, NFP-də qızılın qalxacağını düşünürüksə buy, düşəcəyini fikirləşirsə sell istiqamətində full marja əməliyyatlar aça bilərsiniz deyirəm. Və bu həftə də belə elədik və uşaqlarla profit elədik. Həmən bu profitləri də axırda sizinlə paylaşacağam. Özüm də necə profit elədim, uşaqlar da necə profit elədi, hər birini sizinlə bölüşəcəm. Salam dostlar, bugün bildiyiniz kimi xəbərlər gündür, NFP günüdür. Və biz bugün bildiyiniz kimi freestyle gedəcəyik, çoxlu tradelər eləyəcəyik, yəni scalp eləyəcəyik. Bugünkü faizlərə baxanda adətən görürük ki, vəziyyət nə yerdədir. Previous 57K-dır, forecast 85K-dır, actual isə inşallah 16-30 da biləcəyik. Deməli, previous yəni keçən ay çıxan faizdir və bu ay üçün olan təxmin 85K-dır. İndi actual nə çıxsa ona görə də faizlər ona görə də hərəkət eləyəcək. Biz birinci fundamentaldan qabaq gəlin baxaq qrafikdə nələr görürük. Yəni texniki olaraq vəziyyət nə yerdədir? Vəziyyət bizdə burada gördüyünüz kimi Rudi'də 4-ü də bullishdir. Bütün time frame'lər artıq bullishə çevrilib və eyni zamanda bizdə də bias buy'dır. Gördüyünüz kimi baxın bias buy'dır. Giriş nöqtələrimiz isə 268 və 256-dır. Bu elə bir ki, keçən də dərsdə izah elədiyim kimi də bu girişlər qərar nöqtəsinin üstündə olanda daha güvən, çox güvən verir. Biz indi gözləməliyik ki, bu buy nöqtəsi gəlsin, qərar nöqtəsinin üstünə keçsin və biz də buralardan giriş eləyək. Mən həmən o nöqtələri burada işarə eləmişəm, hansı ki, qərar nöqtəsi də bura düşür. 16.30-a qədər qiymətin bura qədər geri çəkilə bilər. Yəni belə bir ehtimal var. Ona görə ki, köhnə təcrübələrimə görə NFP günləri, ümumiyyətlə CPI günləri, belə vacib xəbərlər olan günlər bildiyiniz kimi qiymət həmişə gəlir düz qərar nöqtəsinin üstündə dayanır. Gələ baxa görə qiymət indi hara qədər gələcək, düşəcəkmi, düşməyəcəkmi, yoxsa elə buralarda mı olacaq? Biz onun vəziyyətinə baxacağıq. Əgər qiymət qərar nöqtəsinə qədər gəlsə, əgər qərar nöqtəsinin üstündə olarsa, xəbərlərdə buy düşünəcəm. Yox, əgər gələrsə, həmən bu qiymət qərar nöqtəsini də aşağı qırarsa, o zaman buradan sell düşünəcəm. Belə. İndi isə, bəs indi nə eləyə bilərik? Əgər biz biliriksə ki, qiymət qərar nöqtəsinə qədər geri çəkiləcək, biz o zaman sell girə bilərikmi? Bu çox belə səhv yanaşmadır. Biz sadəcə bilə bilərik ki, qiymətin geri çəkilməsi ola bilər qərar nöqtəsinə qədər və xəbər vaxtında ona görə hərəkət eləyə bilərik. Yox, xəbər vaxtına qədər qərar nöqtəsinə gələcək deyib, kör-körənə sell girmək olmaz. Okey, tutaq ki, qayıdacaq, amma hələ 4 saat var, bəlkə elə qalxdı buralardan düşdü. Bildiniz nətə, siz indi buradan sell girsəz, bura qədər dözə bilməyəcəksiniz, axı, gözləyə bilməyəcəksiniz. Ona görə nə etmək lazımdır? Səbirli olmaq lazımdır. Bugün qrupa təzə gələn uşaqlar üçün, ümumiyyətlə lap əvvəlcədən də olan uşaqlar üçün kimlərin ki, xəbərlərdən çox da məlumatı yoxdur. Bugün sizə xəbərlər haqqında danışmaq istəyirəm. Xəbərlər qrafikə necə təsir eləyə bilir və nə dərəcədə təsir eləyə bilir, sizə onu izah eləmək istəyirəm. Məsələn, biz xəbərlərə hardan baxırıq? Giririk Forex Factory-yə. Burada hər gün kalendarında, məsələn, sabah 6 bazar deyilsən, yoxdur.
Hər günün kalendarında xəbərləri sıralayırlar və burada sarı rəngdə olan xəbərlər vacib olmayan xəbərlər sayılır. Qırmızı xəbərlər vacib olan xəbərlər sayılır. Bu turuncu rəngdə olan xəbərlər isə yəni vacib olmayandan vacib olan xəbərin arası kimi. Yəni nə çox vacib, nə də çox bekara. Belə. İndi biz ancaq qızıl trade eləyirik və bizə Kanada dollarının görürük ki, qırmızı xəbərlər var, yəni vacib xəbərlər var. Kanada dolları qızılda və yaxud XAUUSD-də, yəni qısa USD-də hər hansısa bir ə, cütlüyün içində olmadığına görə bu qızıla elə də təsir eləmir. Çünki bu Kanada dollarıdır. Amma qızıl nə ilə tərs oynayır? USD ilə. Məsələn, biz trade eləyəndə ə, qızılla XAUUSD-nin bir-birinə tərs olduğunu düşünüb trade eləyirik də, bildiniz necə? Burada indi əgər USD, burada bu gün də həmən o qızıl xəbərləri olmur, ancaq belə secret newslar olur. Məsələn, deyirlər ki, Kitayda bir ton deyək ki, qızıl tapıldı. Yəni nəsə, onda məsələn o elə xəbərlər təsir eləyə bilər. Amma gündəlik kalendarda çıxan faizlər əsasən adətən USD-yə qarşı olur belə. USD-yə aid olur. Məsələn, bu gün də ən çox vacib xəbər günlərindən biridir. Bu gün də 3 xəbər var. Average hourly earnings var, bir də non-farm employment change var, bir də unemployment rate var. Bu 3 xəbərlər faizlərinə görə bu gün qrafiki oynadacaq. Ya lap yuxarı, ya da lap aşağı. Ancaq burada məsələn belə ola bilər ki, bu hər bir xəbər bir qarışıq çıxa bilər. Məsələn, average hourly earnings ola bilər ki, sənə dolların qalxdığını göstərsin. Amma non-farm employment change dolların zəiflədiyini göstərsin. Eyni zamanda da unemployment rate də sənə dolların gücləndiyini göstərir. Burada o xəbərlər 2-nin 1-i olur deyə. O zaman o iynələmə məsələsi var. O siz məsələn bəziləriniz sell limit, bəziləriniz buy limit qoyursunuz. Xəbərlər qarışıq olanda o sell limit, buy limit strategiyaları işləmir. Yəni adətən işləmir. Burada amma bu 3 xəbərin üçü də riski deyək ki, desə ki, dollar zəiflədi, o zaman qızılın qiyməti uçur göyə. Yox, əgər desə ki, dollar gücləndi, qızılın qiyməti düşür aşağı. Biz onu hardan bilirik? Burada görürsünüz bu yaşıl rəngdə, qırmızı rəngdə olur. Əgər buradakı bu birinci sizə bunu izah edeyim. Previous nədir? Previous yəni keçən ay olan nəticədir. Məsələn, deyək ki, keçən ayın NFP-sinin faizi 57k çıxıb. Forecast isə bu ay üçün analistçilərin verdiyi analiz ki, yəni bu ay ola bilər 85k olsun. Actual isə həqiqətən də 16.30-da açıqlanan faiz. İndi biz burada nələrə fikir verməliyik? Biz fikir verməliyik ki, məsələn, keçən aylarda qiymət harda nətər olub? Məsələn, baxırıq lap yanvarın 1-dən. Deməli özündən qabaqki bu ola bilər ki, previous-un actual qiymətləri bir-birinə üst-üstə gəlməsin, sonradan onu tənzimləyirlər. Bayaq onu ChatGPT-dən də soruşdum ki, məsələn, köhnə previous-la bu ayki actual üst-üstə düşməməyin səbəbi nədir? Məsələn, hal-hazırda 16.30-da çıxan faiz təxmini qiymətdir. Sonradan onu lap dəqiq vəziyyətə gətirib oraya qeyd eləyirlər. Amma yəni buradakıların da hər biri yəni aralarında böyük fərq olmur. Məsələn, deyək ki, yanvar ayında 56k previous ay, yəni previous ay 64k-dır. Sonradan görürlər ki, 64-dən 56-dır. Götürüb 56-ya çəkiblər. Bu indi deyir ki, previous ay, yəni bundan fevral ayında, dekabr ayında 56k olub. Analizçilər deyib ki, 66k olacaq. Və gəlib qiymətdə 50k çıxıb. Deməli nə oldu? Əvvəlki ayın analizçiləri yanılmış oldu ki, bu səfər keçmiş aydan daha çox olacaq, amma əksinə az oldu. O zaman nə oldu? Dollar burada zəiflədi. Qızıl neynədi? Qızıl uçdu. Ondan sonra fikirləşildi. Ondan sonra gəlir fevral ayına. Bu arada NFP xəbərləri ayda bir dəfə olur. Ondan sonra gəlir fevral ayına. Fevral ayında previous faiz 48k-dır. Deyirlər ki, yəni bu 50k-ya görə previous 48 olub da, bildiniz nətər? İndi analizçilər fikirləşib ki, 66k olacaq. Sonra elə olub ki, qeyri-adi böyük çıxıb. Yəni dollar çox güclənib. O zaman nə olub? Qızıl bərk şəkildə aşağı düşüb. Yəni kəskin şəkildə sell olub. Sonra deyirlər ki, mart ayında 126k olacaq. Yəni previous ay, köhnə ay 126k-dır. Analizçilər deyirlər ki, yox, bu səfər düşəcək, hətta 58k-ya qədər düşə bilər. Amma onlar nə olur? O 58k-dan çox çıxır. Amma yenə də bu 126k-dan aşağı olduğuna görə minus olur deyə dollar dəyər itirmiş olur və bu şəkildə də qızıl yenə raket atır. Yəni dəyər qazanır. Bunların da hər biri 3 şəkil o qaydada. Məsələn, deyiblər 133k olacaq, sonradan 130k olmur. Əvəzdən 178 olur, böyük fərq atır və qızıl burada bərk düşüş yaşayır. İndi gəlirik, mən ixtisar eləyirəm 2 ayı.
Gəlirik məsələn iyul ayına, keçən ayımıza. Keçən ayda 129K previous olub. Sonra analiz edib ki 114K olacaq, əvəzinə 57K olub. Yəni düşəcəyini deyiblər, amma 57K-ya qədər yox da 114-ə qədər. Bu 57K biraz elə bir ki çox fantastik düşüş olub və ona görə də qızıl keçən ay NFP-də uçmuşdu göylərə. İndi isə keçən aydakı 57K açılışına görə bu ay deyirlər ki, bu səfər 85K olacaq. İndi burada biz nə olsa nə ola bilər. Sizə onu izah edəcəm. Əgər bu 57K-nın üzərində olarsa, baxın bu 57K-nı görürsünüz. Baxın bu ChatGPT özü də elə düzəldi. Deyir ki, əgər 50K-nın üstündə olarsa, baxın bu 50K-nın üstündə olarsa NFP nəticəsi. Yəni bu görürsünüz bu 57K-nı. Bax bu keçən ayçıda elə bil. Bu da deyir ki, indi bu 57-nin üzərində olarsa, yəni yox, bu əgər çıxan qiymət 50-nin altında olsa, burada böyükdür işarəsi. Yəni deyir ki, bu 50, həmin bu 50K çıxan faizdən böyük olarsa, o zaman baxın burada. Deyək ki, burada nə olacaq onda? 30K, 40K belə olarsa, deməli qırmızı olacaq. Dollar dəyər itirmiş olacaq. Dollar dəyər itirmiş olsa, zəifləmə, deməli USD zəifləmə ehtimalıdır da, yəni zəifləyəcək. 50K-dan aşağı olarsa. O zaman o da güclü buy reaksiyası. Yəni qiymət uçacaq göyə. Yox, əgər deyir ki, qiymət 50-80K arası olarsa, məsələn, həmən bu 57K deyil, düzdür. Bunların da forecastları 85-də. Yəni bunların ikisinin arasında olan bir şey olarsa, qiymət neytral olacaq. Yüngül polish. Sadəcə bir damcı deyəndə bu NFP-də, bir damcı dediyimiz 100 pips, 200 pipsdir. O qədər qalxıb sonra düşər aşağı demək istəyir. Amma 80-100K arası olarsa, onda bazar başını itirər. Həm qalxar, həm düşər, həm qalxar, həm düşər. İndi isə gəlin o bir başını hesablayaq. Əgər bu 50K, məsələn burada forecast indi nədir? 85K-dır, previous 57K-dır. Bu indi deyir ki, birdən-birə 100-130K olarsa, dollar dəyər qazanmış olar. Yəni xəbər yaşıl rəngdə olar, qızılın qiyməti bərk düşüş olar. Və yaxud da 130K olarsa güclü sell ehtimalı. Yəni qiymət lap pis düşər də, yəni dəhşətli şəkildə düşər. Belə. İndi biz özümüz nə fikirləşə bilərik buna? Gəlin, yəni bizim indi hal-hazırda fikirləşə biləcəyimiz şeylər sadəcə elə o da forecast kimi bir şey olar. Yəni onlar forecastdakılar məsələn müəyyən faizlərə görə hesablayır, müəyyən biliklərin üzərindən. Biz bunu sadəcə belə fikirləşə bilərik ki, məsələn son 6 ayda nələr olub? Məsələn, az qiymətə böyük göstərib, çox çıxıb. Çox qiymətə az 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 göstərib, amma yəni bu fantastik az göstərməyib də, ona görə də az çıxıb. İndi isə az qiymətə çox göstərib. Maraqlı bir məsələ var burada. Az qiymətə çox göstərib. Və aralarındakı faiz də demək olar ki, elə də böyük deyil. Mən düşünürəm ki, bu səfər bu NFP adətən belə hallarda, məsələn, baxın burada görək, 79, burada məsələn mən o fikirləşdiyimi düşünürəm. Məsələn, burada previous 14K-dır, görürsünüz. Fikirləşirək ki, 106K olacaq, gəlir 73 olur. Burada məsələn 79K-dır previous, gəlir forecast 75K olanda 22K olur. Yəni aralarında böyük bir fərq yoxdur. Burada da aralarında böyük bir fərq yoxdur. Mənə elə gəlir ki, elə də böyük artım olmayıb keçən aya görə. Mən düşünürəm ki, bu 85K-nın üzərində, altında bir şey olacaq. Yəni 85K yox, elə gələr məsələn 40K, 30K, belə bir şey olarsa, deməli dollar bərk dəyər itirmiş olar, qızıl uçar onda göyə, bay olar. Belə, bax buradan da gəlirik şeyə, o dediyim kimi də, əgər göyə də uçsa, hardasa 4300, 4 saatlıq time frame-ə keçək. O bir başladı, haradadır bilmirəm. 4 saatlıq time frame-də əgər uçarsa 4300,
Kabbar kızılı soydu canavar kabbar. Kabbar kızılı soydu canavar kabbar. Kabbar kızılı soydu yeyir halal halal. Cibinde planlar kağızı rəqəm amal. Grafiklərin qənimi silir o sətirləri. Şərh yoxdur nəticə var diksinir əlləri. Saat 3 monitor parlayır gözlər yanır. Trend qırılır kimsə yatır kabbar oyanır. Biri panik biri ağlar düymə axtarır. Kabbar tek söz deyir sakit ol bazar axır. Kabbar kızılı soydu canavar kabbar. Grafiklerin genimi parçalayar barbar. Kimdir oyunun sahibi değiller kabbar. Çıkır zirveye sessiz kaydır sesli bak bak. Kabbar kızılı soydu canavar kabbar. Rəqəm dırmaşır aşağıya salmaz. Bacarmayan danışar kabbar ise yazar. Tarixini şam ışığı monitorla gazlar. Biri deyir riskdir, biri deyir şans. Kabbar üçün riyaziyyat səbri balans. Suallar uçur necə etdin hesabladın. Borxmursan özümə borxluyam qazandım. Qara qələm dəftərdə kiçik qeydlər. Burada dön, orada sus, burada gözlə. Sabah üçün gecədən yol çəkib plan qurur. Yıxılan çox olub kabbar hələ durur. Kabbar kızılı soydu canavar kabbar. Grafiklerin genimi parçalayar barbar. Kimdir oyunun sahibi değiller kabbar. Çıkır zirveye sessiz kaydır sesli bak bak. Kabbar kızılı soydu canavar kabbar. Rəqəm dırmaşır aşağıya salmaz. Bacarmayan danışar kabbar ise yazar. Tarixini şam ışığı monitorla gazlar. Kabbar kızılı soydu canavar kabbar. Belə dostlar, bu NFP-də belə yola verdik. Çalışacağım bundan sonraki bütün xəbərlərdə bu cür şəkildə sizə dərslər çəkim və qrupda paylaşım, web qrupda izah edeyim ki, bu gün nələr baş verə bilər, hansı faizləri gözləyirəm və ona uyğun da əməliyyat eləyək. Yəni əlbəttə ki, bildiyiniz kimi xəbər tradingi çox, amma çox volatil və təhlükəlidir. Ona görə qazancımızın sadəcə bir yüngül bir hissəsini ora elə bir ki, biz risk eləyirik və full margin giririk. İnşallah ki, hər zamanki kimi bu gün bu NFP-də görsənilən kimi uzun şam atarıq, yəni pozitiv tərəfə və profit əldə eləyərik. Yeri gəlmişkən yeganə communitydir ki, EcomSoldier bütün dərslərini YouTube-da pulsuz şəkildə paylaşır və sizə motivasiya verir ki, öyrənəsiniz, tradingə ilk addımlarınızı atıb siz də bu yolda bir cığır asasınız özünüz üçün və bunun üçün tamamilə ödəniş heç bir zaman alınmayıb və heç bir zaman da alınmayacaq. Sizə qalan sadəcə bu kanaldakı dərslərə baxıb mənimsəmək, başa düşmək və addım atmaqdır. Hər biriniz uğurlar. Ümid eləyirəm başqa xəbərlərdə yenə görüşərik.